Tanınmış iş adamı Rüfət Şirinovun ailəsində ağır itki baş verib. Manşet AZ xəbər verir ki, News 24 AZ-ın yaydığı məlumata görə iş dünyasında tanınan simalardan biri olan Rüfət Şirinovun kiçik qızı 29 yaşlı Fidan Şirinova qəfil ürək tutmasından dünyasını dəyişib. Fidan Şirinovanın vəfatı ailəsi ilə yanaşı onu tanıyanlar və yaxın çevrəsi üçün böyük bir sarsıntıya səbəb olub. Gənc yaşda dünyasını dəyişən Fidanın heç bir ciddi sağlamlıq problemi olmadığı bildirilir. Onun qəfil ürək tutması nəticəsində həyatını itirməsi xəbəri sosial mediada da dərin üzüntü ilə qarşılanıb. Məlumata görə Fidan Şirinova ölkənin özəl sektorunda fəaliyyət göstərən nüfuzlu şirkətlərdən birində çalışırmış və kollektiv arasında məsuliyyətli, çalışqan və mədəni davranışı ilə seçilirmiş. Qeyd edək ki, Rüfət Şirinov ölkənin iş dünyasında uzun illərdir aktiv fəaliyyət göstərən və müxtəlif sahələrdə uğurlu layihələri ilə tanınır. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı veririk.